Bəzi kimsələr belə deyirlər ki, məni filan şeyx məhşər yerində əlimdən tutar və çarəsiz qoymaz, məni cənnətə aparar. Bu cür ifadələr şəri əsaslarla əsla izah edilə bilməz. Bunlar heç bir əsası olmayan, həddi aşan, mənasız, məntiqsiz sözlərdir. Daha əvvəl də ifadə etdiyimiz kimi, Peyğəmbərlər və onların xəbər verdiyi əşərə-i mübəşşərə, yəni müjdələnmiş 10 sahabə kimi bəzi kimsələr xaricində heç kimin son nəfəsdə iman salamatlığı ilə axirətə köçə bilmək zəmanəti yoxdur. Ayət-i kərimədə və lə təmutunna illə və əntum muslimun, yalnız müsəlman olduğunuz halda, yəni müsəlman kimi ölün, əsla başqa cür can verməyin buyurulur. Son nəfəsdə kimin imanla səadətə qovuşacağı məchul olmaqla birlikdə ayət-i kərimədə belə buyurulur. Ey iman gətirənlər, əgər siz Allaha, Allahın dininə və Peyğəmbərinə yardım göstərsəniz, yəni onun dinini yaşayıb yaşatsanız, o da sizə yardım göstərər və sizi sabit qədəm edər. Buna görə də mömin son nəfəsdə imanını mühafizə edə bilməsi üçün həm həyatı boyunca ilahi riza istiqamətində səy göstərməli, həm də Allah Teala'nın rəhmət və məğfirətinə nail ola bilmək ümidi ilə ona dua etməlidir. Necə ki, Allahın xəlili olan İbrahim əleyhissalam belə bu nigarançılıq içərisində Rəbbinə insanların dirildiləcəyi gün məni utandırma, Əş-Şüara surəsi 87-ci ayə deyə niyaz etmişdi. Həzrət Yusuf əleyhissalam da ey Rəbbim, məni müsəlman olaraq vəfat etdir və məni əməli salihlərin arasına qat. Yusuf surəsi 101-ci ayə niyazı ilə Allah Teala'ya sığınmışdır. Hər bir mömin hansı mənəvi mərhələdə olmasından asılı olmayaraq son nəfəs nigarançılığı daşımaq və axirət hazırlığı içində olmaqla mükəlləfdir. Bunu da ifadə etməliyik ki, şəfaət haqdır. Rəbbimiz diləyərsə dilədiyi bəndələrinə bu səlahiyyəti bəxş edə bilər. Lakin kimin kimə şəfaət edəcəyi yalnız Rəbbimizin biləcəyi bir xüsusdur. Allah Teala'nın izni olmadan heç kim heç kimə şəfaət edə bilməz. Ayət-i kərimədə də buyurulduğu kimi, izni olmadan onun yanında kim şəfaət edə bilər? Əl-Bəqara surəsi 255-ci ayə. Rasulullah sallallahu aleyhi və səlləm şəfayət-i uzma, yəni böyük şəfayət sahibi olduğu halda qızına və bibisinə belə buyurmuşdu. Ey Allahın Rəsulu olan Muhammedin qızı Fatimə, ey bibim Safiyyə, Allah qatında məqbul əməllər işləyin. Salih əməlləriniz olmasa, mənim Peyğəmbər olmağıma güvənməyin. Çünki mən ibadət etmədiyiniz təqdirdə sizi Allahın əzabından xilas edə bilmərəm. Buna görə də şeyx də olsa, mürşid də olsa, hər kəs acizdir. Rasulullahın işarə etdiyi, cənnətlə müjdələdiyi kimsələr xaricində heç kimin son nəfəs və axirət xüsusunda zəmanəti yoxdur. Sahabələrdən zöhd və ibadəti ilə tanınan Osman ibn Məzun vəfat etdiyi zaman bir qadın, ey Osman, şəhadət edirəm ki, bu dəqiqə Allah Teala sənə ikram etməkdədir, dedi. Rasulullah sallallahu aleyhi və səlləm bu sözə müdaxilə edərək, Allahın ona ikram etdiyini sən haradan bilirsən buyurdu. Qadın, bilmirəm vallahi, deyəndə Allah Rəsulu belə buyurdu. Baxın, Osman vəfat etmişdir. Mən şəxsən onun haqqında Allahdan xeyir ümid etməkdəyəm. Lakin bir Peyğəmbər olduğum halda mənə və sizə nə ediləcəyini, yəni başımıza nə kimi hallar gələcəyini bilmirəm. Deməli, qul daimə təqva üzərinə yaşamalı və Allaha iltica halında olmalıdır. Peyğəmbərimizin gözəl əxlaqı ilə müzəyyən ola bilməyə çalışmalıdır. Başqa cür qurtuluş yolu yoxdur. Dualarımız kimi ibadətlərimiz də qəbul olunmağa müstəsdir. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.